olduğu qədər də asandır, amma dostluqlar azalıb sanki. Dostluqlar demək olar ki, yoxdur. Yoxdur. Və dostluğun arxasında əgər nə isə yatırsa, o dostluq olmayıb. Onun binövrəsi düzgün olmayıb. Nə isə ummaq, nə isə gütmək. 90% biabırçı verilişlər, səhər axşam qalma qalırlar. Adamlar onlar gəlməsə sanki onların verilişlərinə baxan olmayacaq. Yəni mənim tariximdə belə bir şey olub. Heç imkanı olmayan bəy gəlinin toyuna getmişəm. Oxuyub özlərində xəbərləri olmayıb. Toyum olub, başqa toyda çıxa bilməmişəm. Adamlar da mənə pul verə bilmirlər. Qonağım var. Xoş gəlib. Xoş gəlib. Səfalar gətirib. Təşəkkür edirəm. Necəsən? Yaxşı, əzizim İlahə. Səni salamlayıram. Yəni sənin tamaşaçılarını salamlayıram. Nə gözəl verilişdə, nə gözəl gündə bu günləri görüşdük. Xeyirli uğurlu olsun. Və səni də gözlətdim. Yox, estağfurullah. Biz dostları gözlətməz. Bizə xoş olar yalnız. Nəsə danışarıq, nəsə necə deyim, fikir mübadiləsi apararıq. Bu mənim üçün xoşdur. Çox sağ ol, əzizim. Çox sağ ol, var olasan. Bizim dostluğumuz keçmişə dayanır. Çox. Və dostluq ümumiyyətlə anlamı bir qədər qəliz olduğu qədər də asandır, amma dostluqlar azalıb sanki. Dostluqlar demək olar ki, yoxdur. Yoxdur. Yoxdur, mən belə düşünürəm. Çünki bilmirəm, son zamanlar ya bilmirəm insanların problemləri çoxdur. Yəni öz adıma da danışıram. Hər kəsin biraz vaxtları daralıb, tıxaclar çoxalıb, insanlar bir-birindən görüşməklər azalır. Bəhanə axtarsan. Onlar üçün bəhanə axtarsan. Yox, amma şeyə də gəlib çatıram da, məsələn bir məntiq də var. Yəni bu işdə bu qaçılmaz məntiqdir. Biri var ki, belə oturursan, amma doğrudan da bu şeylər də var. Amma dost anlayışları da azalıb. Bu şeylər okey var, amma ürək deyir o könül istəyəndə, qəlb istəyəndə o hər bir şey həyata keçirmək olur. Sadəcə olaraq bunlar əla bəhanələrdir də, bildiniz necə? Həqiqətən bəhanədir. Əvvəllər o demək deyil ki, indi mənim Yaşar dostumdursa mən hər gün Yaşarla görüşməliyəm, danışmalıyam. Ola bilər aylarla danışmadıq, ola bilər il danışmadıq. Amma görüşəndə sanki bu məsafə olmayıb, bu zaman olmayıb. Əsl dostluqlar içdən gələn münasibətdir, birbirimizi çox istəməklərdir ki, onlar heç nəyə göz görsənmir, ya gözə görsənmir necə? Biz görüşməyə bilərik. Misal üçün mən İlahə ilə ən son nə bilim ya hansısa toyda görüşmüşük, ya hansısa İlahənin efirində görüşmüşük keçən sezonda. Üstündən bir rahat bir 4-5 ay keçib. Yayda. Bir 3 ay 4 ay keçib üzərindən. Amma içəridə bir doğmalıq var, bir sevgi var, bir hörmət var qarşılıqlı. Nə zaman görüşəriksə, o bizim üçün o böyük 3 aylar, 2 aylar gəlməz. Eləmi? Mən belə düşünürəm. Təbii ki, elədir. Amma mütləqdir ki, amma gəlsə əsl dostluqdan danışsaq, misal üçün dostluqlar azalıb, çox maraqlı bir cümlədəsində. Burada görüşməyə bilərsən. Mənim dostlarım var ki, misal üçün dünyanın bir çox ölkələrində yaşayırlar. Biz yalnız o Bakıya gələndə, mən harasa nə bilim ora gedəndə mütləq görüşərik. Toya gedərəmsə, adam gələr, qaça-qaça başqa şəhərdən gələr o şəhərə məni görmək üçün. Başqa adamın kliyentin toyudur misal üçün. Yaşar gələr qulluğumda durar, aeroport. O içəridən gəlir, qəlbdən gəlir. O da həmçinin Bakıya yay tətillərində gələndə, nə evlərində mən onu çalışıram, vaxtımı ayırım, ondan bir zaman keçirim. Çünki bilirəm ki, o necə sevir. Bir də o həsrət başqa həsrət olur. Onlar bir başqa cürə gəlirlər, bir başqa cürə darıxırlar bizim üçün. Xarici ölkədə yaşayan vətəndaşlar. Azərbaycan üçün bir başqa cür darıxırlar, oradakı dostlar üçün bir başqa cür darıxırlar. Amma işin içində hər bundan hamısı normaldır. Gec-gec görüşmək də olar və bu cümlə ilə də istəyirəm tamamlayaq. Amma o dosta dost kimi yanaşmaq ən gözəldir. Dosta başqa niyyətlə yanaşmayasan, qəlbində başqa bir bunun puluna görə, bunun nə bilim başqa keyfiyyətinə görə, başqa əlaqələrinə görə, o başqa şeylərdir. Və yaxud da nə bilim tamamilə biraz belə şeydə çıxsa, əxlaqsız da çıxsa, başqa niyyətlə baxıb, başqa niyyətlə, yəni insanlarda var o görüntü, o düşüncə, onlar olmasa nə gözəl. Amma deyir, Allah hər kəsin ürəyinə görə versin. Ki verir. Verir. Vallahi verir, verəcək də. Bu qaçılmazdır. Mənim inandığım, bildiyim tək bir şey var. Allahın möcüzəsi, Allahın lütfü, Allahın necə deyim, bunlar var və ona görə də biraz daha rahat və qəlbimizi daha təmiz tutmaq lazımdır ki, qarşına çıxa bilər. Düzdür. Bu şeylərlə tam razıyam burada Yaşarla. Yaşar, dostluqdan danışdıq. Artıq bəllidir. Dostlar kimdir? Dostlarımız kimdir? Bəli. İllərlə yanımızda olan insanlar var ki, indi yoxdular. Aynen. Hər hansı bir səbəbə görə. Və dostluğun arxasında əgər nə isə yatırsa, o dostluq olmayıb.
onun bünövrəsi düzgün olmayıb. Nəysə ummaq, nəysə güdmək, nədənsə yararlanmaq. Yəni bu dostluq deyil. Sadəcə olaraq tanışlıqdır, mənfəət güdmək üçün bir obyektsən sən onun üçün. Çox acınacaqlıdır. Təəssüf ki, belədir, amma bunlar da bizim üçün həyatın bir hissəsidir. Gəlin belə qəbul edək ki, bu həyatın bir hissəsidir. Yaşaya görə böyüyürük. Necə deyim, təcrübə toplayırıq. Onlar da gəlib keçir həyatımızdan. Müəyyən hadisələr də gəlib keçir həyatımızdan. Bir dərslər çıxardırıq. Bunlar mənə gəlir ki, olacaq. Bəlkə də bundan sonra da nələrsə olacaq. Biz hərdən düşünürük ki, biz də ümid eləyirik ki, daha yaxşısı olsun. Daha yaxşısı əlbəttə. Ancaq o ümidlə yaşamaq lazımdır ki, daha yaxşı şeylər baş versin. 20'li yaşlarında olan Yaşar və 30'lu yaşlarında olan Yaşar. Onun arasında nə kimi fərq var? Yəni həyat təcrübəsi var təbii ki. Aynen. Bəs onu biraz araşdırsaq, ya psixoloji baxımdan, yəni həyati baxımdan Yaşar nə öyrəndi? Mən bir dəfə demək elə 20 yaşlarında artıq 30-a haqlayanda o vaxtlarda bir psixoloqa getdim. Bunu əslində heç vaxt heç danışmamışam. Demək biraz özüm üçün bir necə deyim, belə də narahatlıq, düşüncələr, qarışıqlıq başımda, qəlbimdə belə bir şeylər baş verirdi. Adamla oturdum, söhbət elədik, bax belə. Danışdıq, sual verdi, suala cavab verdim, özüm sual verdim, özümə cavab verdim. Hətta inanın ki, özümə cavab verdim və bir ayıldım ki, mən bütün sualların əslində cavabını bilirəm. Adamın özü də mənə deyir, Yaşar, sən bura niyə gəlmirsən? Sən hər şeyin həm sualını verdin, həm cavabını verdin. Sən bilirsən nə etmək lazımdır. Yəni hər şeyin fərqindədir Yaşar. Fərqindəyəm. Bax, o zamanla bizdə dəyişən heç nə olmur. Dəyişən təbii ki, böyüyürük, təbii ki, vaxt keçir, zaman keçir. Biraz mən həmişə işimi ehtiyatlı tutan insan olmuşam. Yəni o hərdən olur edir ki, uşaq idim, mən cavan idim, sən nə işlər görmüşəm. Elə insanlar olur da, filan şeylədim, filan nə bilim qəza elədim, filan şeylər oldu, başıma gəldi, filan nələrdən keçdim, filan. Odan baxsan ki, bəlli bir keçmiş olub və acınacaqlı bir keçmiş olub və bunu bir fəxrlə danışır. Amma təbii ki, uşaqlıqdan, mən əslində 19 yaşından da bir, necə deyim, atılmışam, sərbəst həyata. Bu şeylərimlə. 19 yaşında mən Şeron qrupuna daxil olmuşam. Yadımda. Məktəb bitirmişəm, Şeron qrupuna gəlmişəm. Orada ən cavan uşaq mən idim. 19 yaşında insanlar universitetə birinci kursa gedər, 18 yaşında. Mən həm birinci kursa gedirdim, həm də ki, düşünün, adam həm universitetə gedir, yeni əhatə, yeni insanlar, yeni dostlar və bu tərəfdən də bir populyarlıq gəlir və pul da qazanırsan. Bəs əks cinsi nümayəndələri ilə necə idi münasibət? İndi ora gəlib keçirəm. Görün, hər şey o qədər mükəmməldir. Yaşar 24 saat yatmır. Niyə? 24 saat yatmır. Necə yatmıram? Gecə işləyirik, toya gedirəm misal üçün axşamüstü saat 12-də bitir. 12-dən sonra nə bilim studiyaya gedirik. O studiyadan sonra nə bilim cavansan da, dostlarınla əyləşə bilirsən. Sən demiş qız dostların ola bilir. Nələr. İşin bu tərəfi. Səhər durub universitetə getmək lazımdır. Ən maraqlı tərəf hansı tərəf idi? Populyarlıq qazandıqdan sonra. Amma tam səmimi yaşam. Mən bir dənə şey deyim ki, mən əslində ən maraqlı tərəfi mənim populyar olma tərəfimdir. Yəni nə mənada çox şey olmuşam da, yəni ki, oyda dünənə kimi evdən pul alıb gəlirdim. Bu günlər artıq öz pulu xərcləyirsən, heç yadından çıxmaz. Onda $100, indi $100 biraz, yəni milli puldan biraz şey olub. Toya gedirdik $100, $200. Hər axşam nə bilim qazanclar belə olurdu. Sonra nə bilim başqa səfərlər də olurdu. Moskvaya gedirdik toya, nə bilim. İfariyə yaşadın onda? Yox, mən heç vaxt, amma bir dənə şeyim olub ki, populyarlıq, müğənnilik, efirlər, vaxt yox, zaman yox, yavaş. O zamanlarda maşın. Heç yadından çıxmaz ki, maşın aldıq. Yəni 19-20 yaşında uşağın artıq bir maşın da var idi. Uşaqlar avtobusdan, metro ilə universitetə gedəndə. Kim aldı? Aldıq, yəni cəm şəkildə dedin. Demək, maşın aldıq. Mənim onda Mercedes maşınım var idi. Ağ rəngdə, yadımdan çıxmır. 190 belə deyilə 190 markalı. Populyar başlayırdıq artıq işləməyə də. İlkin əsərini də almışdı o vaxtın 190. Bəli, bir çox müğənnilər də var idi. Hətta ağ rəngdə $7,000 deyəsən, o vaxt dollar idi. O qiymət almışdı. Onun da bəlli pul idi, $7,000 az pul deyildi. Necə aldı? Atam aldı. Atam aldı və başladım o müəyyən yarısını, pulun yarısını. Sonra mən yavaş-yavaş o
aldığımız adama, necə deyim, pulumu qaytarmağa atama belə deyim. Borcu qaytarmaq. Hə, atama nə bacardımsa onu etdim, amma demək olar ki, yəni mən cibimdən götürdüm, getdim pul aldı, belə olmadı. Atam mənim üçün onu aldı və başladım sonra kömək eləməyə. Faizsiz kredit götürdün. Hə, qazancımdan başladım dəstək olmağa və dəstək də birisi bir dənə məqama kimidir. Sonra yaddan çıxır, hər şey stop, hepsi daha mən də hə, başqa şeylər, başqa problemlər nələrdir, amma şükür bu günümüzə və belə böyüyə görə təcrübə toplaya, dostları tanıya gəldi bu günə. Bir də o dövr başqa idi. Deyəcəm dövr belə. Hər nəsil nümayəndələri dövr başqa idi deyəndə biz təcrübələndik. Biz başqa idik, bilmirəm. Ya insanlar başqa idi. Başqa idi. Onda münasibətli saf idi insanlar. İnsanlar saf idi, münasibətlər başqa idi, dostluqlar başqa idi. Və show biznes yeni qurulurdu Azərbaycanda. Gəlin onu da qəbul edək. Bəli, deyərdim ki... Yəni, ona görə bizim dostluqlarımız qalıb, çünki ilklərdənik. Yəni, illər keçdi, mən bu mühitdən ayrıldım. Yəni, illər keçdi, mən yenidən qaydandan sonra sən məni gördün və sanki o illər keçməmişdi. Biz görüşdük, danışdıq. Mən təəccübləndim ki, Yaşar necə səmimiyyətin saxlayır. İlahə, dostlar, İlahənin bir zamanlar vaxtı var idi, İlahənin pul verilişi, bir zamanlar adam hər gün efirdə, hər birimiz belə baxırdıq, bir restoranda da çalışırdıq. İlahə xanımı görəndə, İlahə əslində sən çox dəyişməmisən. Sağ ol. Maşallah, nə mənada görüntü olaraq dostlar danışıram, insan olaraq elə həmin İlahədir. Görüntü olaraq elə həmin İlahəsən. Misal üçün, bir qəşəng qız var idi, bütün dostlarımız, bütün show biznes, bütün oğlanlar, bütün hamı belə baxırdı. Ayda, bu qız qəşəng belə falan filan. Sonra mən bir ara geniş bir yoxa çıxmalar oldu. Bəli, ailə həyatı qurdum, uzaqlaşdım. Uzaqlaşdım və sonradan yenidən sənə efirdə görəndə çox sevindim. Qayıtmalıyam. Çox və biraz gec qayıtdın, açıq deyim, amma vaxtında, zamanında yenə də şükür ki, gəldin və aramızdasan və buna görə də doğrudan çox şadam. Niyə? Çünki indi biraz belə şey kimi çıxmasın, tərif kimi çıxmasın, sadəcə olaraq düzü demək lazımdır. Ağzını düzgün açan, danışan, leksiyası, nə bilim, diksiyası, bunlar düzgün olan insanlar çox azdır. Həm aparıcılarda, həm müğənnilərdə, müğənnilərimizdən danışmağa ehtiyac yoxdur. Biabırçılıq, yəni biabırçılıq bildiyimiz biabırçılıq çoxdur. Yəni bilmirəm, hər kəs biabırçıdır. Biabırçılıq çoxdur. Həm danışıq qabiliyyətləri yoxdur. Yəni danışıq olmasın, adam heç olmasa müğənnisən, sən heç olmasa oxuya bilməlisən, özünü ifadə edə bilməlisən, bir müğənni kimi özünü apara bilməli. Danışmaq eybi yoxdur, danışmaya bilərsən. Sən yəni biraz nə bilim, qarışdıra danışa bilərsən. Hardasa müğənni dindi, amma ki danışmaqdır, müğənni danışığı da olmalıdır, müğənninin düzgün diksiyası olmalıdır, müğənni ifanı düzgün etməlidir. Nə bilim, biraz da yəni bir bəhrələnə, öyrənmirsən, okey, bir ayıb bilməlisən, amma yazıqlar olsun türklər demişkən ki, çox biabırçıdır, əksinə deyir ki, yox, mən daha yaxşıyam. Bəs nəyə görə ay Yaşar? Mən ciddi, səmimi səndən burada sual vermək istəyirəm. Bəzi müğənnilər var ki, nə danışıq qabiliyyətləri var, nə istedadları var. İnsan qulaq asanda yorulur, sanki demək istəyir ki, nə olar, oxuma da. İstəmirəm, xahiş edirəm, oxuma, mən sənin ödənişini edirəm, çıx get. Onlar nə üçün populardır? İnsanlar tərəfindən... Niyə tələbatlıdır hətta? Tələbat var, bəli, bəlkə də düzgün ifadəni sən etdin. Tələbat nəyə görə o müğənnilərə var? Aslında o çox acınacaqlıdır. Yəni həyatın ədalətsizliyidir. Mən bir şey deyim. Bax, dünən bir başqa proqramda da bu söhbət etdik. Efirlər. Dostlar, biz efirlərə o zamanlar çıxanda, mən deyəndə, dediyim illərdən danışıramsa, 2006, 2007, 2005, 2005-dən etibarən deyək də, valla bir müğənni efirə çıxması üçün oturub gözləyərdi. Xahişlə, kanallar, tapışlarla, o da müdiriyyət baxacaqdı, bunu 2 dəfə tapışa görə çıxardacaqdı, yəni məndən keçdi deyərdi. 3-cü dəfə baxacaqdı bu adamın doğrudan da. Yəni, amma indi o qədər, mən sözü bütün kanallarda işləyən dostlarımıza deyirəm, bunu qorxmadan, çəkinmədən, rahat-rahat da deyirəm ki, siz müğənnilərin, o müğənniləri yox, o müğənnilərdən danışıram, o biabırçı, ağzını danışsın bilməyən, dava ilə gələn, özlərinin musiqidən başqa nə desəm var adamların həyatında. Amma Azərbaycan Dövlət Televiziyası istisna olmalı, həqiqətən də. Təbii, yox, mən Dövlət Televiziyasında işimiz yoxdur. Bu özəl kanalların da bəziləri
Birincisi var ki, onlarda baxıram orada 90%. hə 90% biabırçı verilişlər, səhər axşam qalırlar. Adamlar onlar gəlməsə sanki onların verilişlərinə baxan olmayacaq. O qorxu ilə yaşayırlar. Onlar gəlsin, bizim reytinqimiz olsun. Onlar gəlsin, biz dava eləyək. Onlar gəlsin, amma baxsan adamlar da sağlam adamlardılar. Yaşarı heç vaxt görməmişik. Nə davada, Vallahi, nə bir intriqa, nə bir hər hansı bir müğənni ilə problem yaşadığını görmədik. Onu mən açıq deyim, amma elə insanlar var ki, onların da canında yoxdur. Amma çıxır adam efirə dava eləyir ki, hansısa 2 dənə sayt yazsın ondan, hansısa mən utanaram. Mən özümə yaraşdırmıram. Mən özümə onu yaraşdırmıram deyə. Yəni də biz yalnız o kvadratın, o televizorun, o ekranın içində deyil yaxı. Mən rahat insanam. Mən efirə də gedirəm, efirdən sonra idmana da gedirəm, idmandan sonra bulvara da gedirəm. Bulvardan sonra hardasa turub çay da içə bilərəm. Kimsə mənə orada qayıdıb desə ki, Yaşar, o nə biabırçılıq idi. Yaxşısan, əlasan, xoşsan, amma o günləri verilişdə baxdım, sən o nə danışıqlar idi, o nə tərbiyəsizlik, dava elədin. Və yaxud desin ki, dava elədin, nə yaxşı idi, nə yaxşı, bala sən nə yaxşı dava eləyə bilirsən. Mən onu özümə sıxışdırmaram ki, mədəniyyət işçisi televiziyaya çıxıb davadan danışsın, dava eləsin, nə bilim hansısa, sən belə, mən belə, mən ayıbdır. Yəni bunu təbliğ edirlər. Bunun təbliğatını, bunu evdə uşaqlar böyüyür, evdə gənc, nə bilim, yeniyetmələr olur, onlar da ora baxırlar. Zaten indi böyüyən uşaqlar tamam başqadır. Zaten onlar başqa başları başqa cürədir, dünyaya baxışları başqa cürədir. Valla onların ehtiyacı yoxdur efirdə olan dava qırğınlara baxsınlar. Gözəl məktəblərimiz var, gedirlər, savad alırlar, gəlirlər. Demirlər ki, bütün ailələrdə uşaqlar ingiliscə danışırlar, yəni bilirlər, rus dilində bilirlər uşaqlarımız. Bunlar görün nə gözəldir. Uşaqlardan danışmışkən istərdim ki, Yaşar danışsın uşaqlar. Zəhərləyək o gəncliyimizi. Ona görə dostlar, bilmirəm. Uşaqlarımızı zəhərləməyək. Çünki hər şey pul deyil. Bəzi insanlar düşünür ki, hər şey puldur və hər kəsin bir qiyməti var. Yəni okey də hər şey puldur. Pul okey ola bilər. Gedərsən, çıxış eləyərsən. Məsəl üçün Əli bu qiymətə gedər, Vəli bu qiymətə gedər, Yaşar bu qiymətə gedər. Bunlar normaldır. Dünyanın hər bir yerində var. Heç vaxtı mən 5 manata gedirəm, o 10 manata gedir. O niyə 10 manata gedir? O baxımdan demirəm. Bəlkə düzgün anlatmadım, başa salmadım. Bəzi müğənnilər var ki, deyir mən qalmaqal yaradandan sonra populyarlıq qazanacağam. Toylarım artacaq, efirləri daha çox məni çağıracaqlar. Yəni büdcəmi artıracağam. O mənəvi dəyərlərini itirən bəzi müğənnilər var. Amma olsun da, amma vallah gün gələcək, zaman keçəcək ki 5 ildən sonra mən belə düşünürəm ki, elə dostlarımız var ki, onlar bu gün deyir ki, kaş ki mən etməzdim. Onu mən indi YouTube-dan sildirə bilmirəm. O qadın müğənnilərimiz var ki, mən bunu hərəkət eləmişəm, indi deyir uşaq böyüyür. Hər kəsin səhvi var. Yəni səhv olmayan insan yoxdur əlbəttə. Əlbəttə. Başa düşsün. Amma onu bilərəkdən elə də və üstünə gedə-gedə elə də o nə dərəcə düzdür? Bəzi aparıcılar var ki, populyarlıq qazanmaq üçün verilişdən öncə danışırlar müğənnilərlə. Bu hərəkət eləyəndən sonra mən də populyarlıq qazanacağam. Yox, vallah. Sən də və ona görə də elə verilişlərə mən elə gəlir ki, amma bir zamanı gələcək və hətta bəlkə də düşünürəm ki, bəlkə də tezliklə bir onu da müəyyən əncamlar qılınacaq. Mən belə düşünürəm. Çünki o olmalıdır. Və bir gün, bilmirəm. Kimsə stop deməlidir buna. Kimsə, bəli, bu məsələyə ciddi nəzarət olacaq. Ciddi nəzarət olunur, amma çox əfsus ki, elə şeylər olunmur. Bir problem olanda, nə bilim, səslər kəsilir, görürsən ki, nələr-nələrdir, amma yetər qədər. Kaş ki, o efirlərdə belə qalmaqallar olmasaydı. Uşaqlardan danışmışkən, bəlkə uşaqlardan danışaq. Övladlarından. Danışaq. Sosial şəbəkələrdə görürəm, maşallah, oğlun səndən hündür olub. Neçə yaşı var? 14 yaşı olacaq, 13 yaşı var. Oğlum var, bir qızım var. Allah bütün balaları saxlasın. Bilirəm ki, Yaşar qızına çox düşkündür. Hə, çox əslində onlardan Allah sizinkiləri saxlasın. Çox belə danışmağı sevmirəm. Ümumiyyətlə bu uşaqlar, ailə mövzusunda, amma necə deyim, Allahın verdiyi paydır. Yəni bunu nəyə görə mən burada vurğuladım? Normalda show biznes əhli uşaqlarına bir o qədər vaxt uşaqları ilə vaxt keçirə bilmir. Yox, mən əksinə. Amma Yaşar bilirəm ki, idmana da övladı ilə gedir. Əksinə. Qız övladı ilə də vaxt keçirir. Bağça gedirəm, oyuna girib yemək yeyirəm orada. O təfərrüatını istədim Yaşar özü. Sərdən görürsən ki, yaya mən gedirəm özüm, mən yayadır qızım. Demək, uşaq çox qəribədir. Onunla mənim aramda bir başqa sevgi var, başqa bir münasibət
münasibətimiz var. Hətta ondan qorxuram biraz. Evdə deyirlər ki, yeganə adamsan ki, ondan qorxursan. Çünki onun qəlbinə deyə bilmərəm. O özüm üçün biraz qızdır, uşaqdır, balacadır. Bir də onun nazınla oynayıram. Xoşuma gəlir o. Onun da xoşuna gəlir bu və hər yerdə o necə deyim, atam, yayam. Fəxr edirsən. Hə, uşaq bir də sarılması var, bir qoruması var məni. Hərdən deyirlər ki, mən yaya falan şey deyirəm. Neçə yaşı var? 5 yaş oldu da, 5 yaş oldu. Allah bütün balaları, sinkləri saxlasın. Bilmirəm, onu bir başqa... Ata ilə qız arasında bir başqa sevgi olur, bir başqa bağ olur. Yəni, kaş ki, bütün atalar da bunu dərk etsinlər. Kaş ki, inşallah ki, mən bilmirəm, əgər hansısa kimsə qız evladına, oğlan ev, fərq yoxdur, oğlan olsun, qız olsun, oğlanla deyirəm. Oğlanla vəbşə, mən hərdən biz dostluq edirik. Dostluq edirik. Və o gün gedirik maşında, oturub yanımda deyir, ata sən məni aparmadığın yer olmayıb da, danışırıq. Nə gözəl. Apar Bakı şəhərində, rayonlarımızda, hansı içəri şəhər, adam qarış-qarış tanıyır ki, burada filan restoran var, burada filan şey var idi, indi nə yoxdur. Yəni, o qədər doya-doya gəzdirmişəm ki onu və mən ona görə çox sevincliyəm, çox fəxr edirəm, fəxarət duyuram və çox da rahatam. O içəridə bir insanın yəni, atalıq borcunu yaşar yerinə yetirirəm, artıqlaması ilə, necə deyim, halal xoşlar olsun, o olmalıdır. Özüm yaşamadığım, özüm görmədiyim o uşaqlığıdır. Çünki biraz o dövr başqa idi. Biz valideynlərimizi hər yerə apara bilməzdi. İşləyirdilər. Mənim atam misal üçün dövlət işində işləyib, anam işləyib, sonra necə deyim, evdar xanım olub, bizi böyüdüb falan filan. Yəni biraz o dövr o dövr deyildi. Yaşadığımız qəsəbədəmi, yaşadığımız yerdəmi olardıq, məktəbə gedərdik musiqi ki, onlar da məni aparıblar, əlimdən tutublar musiqi məktəbinə, anam heç yadımdan çıxmaz. Musiqi, onda gedirdim, oradan çıxardırdı saat 1-in yarısında mənə yemək gətirirdi, onu gizdirirdi, oradan 1-də dərsə buraxırdı, 6-ya kimi. Sonra Bülbül adına məktəb, nələr. Yəni biz o şeylərlə yaşamışıq, mənli, sənli hamımız. Amma indi biraz başqa cürədir. Uşaqlarımız əslən qalsa onlara yaradılan şansı dərk etsələr, onlar başa düşərlər ki, gözəl bir dövrdə yaşayırlar. Mən hərdən deyirəm ki, misal üçün, ataba filan şey filandır, uşağa deyirəm. Bunu belə eləmə, bunu belə elə, filan şey filan elə, peşməkə bu olmaz, səliqə və belə fikir ver ki, okeydir, hər şeyində oğlan uşaqda, nəsə ola bilər, məktəbdir də, futbol oynayar, yıxılar. Amma sonra oturub fikirləşirəm ki, bu uşağın dərk eləyə biləcəyi qədər bir yer var. Yəni, bu o dərəcədə qəbul edir də, bu qədər yeyir bizim sözümüzü və o qədər o kifayətlənir. Yaşı ilə bağlı. Hə, yaşı ilə, başı ilə o uşaqdan nə qədər nə istəyə bilərsən ki, 12 yaşında, 13 yaşında nə qədər sən ondan nə gözləyə bilərsən. Cəmaatın 40 yaşındakı evdə kişiləri sözə baxmır, başa düşmürlər. Sən 13 yaşındakı uşaqdan nə qədər şey. Və ondan sonra yəni razılaşırıq, bir yola gedirik, nə isə filan şey. Amma çalışıram ki, onları məmnun salım bir ata kimi ki, hə, Yaşar, atamız bizim arxamızdadır, yanımızdadır, dayaqdır. Və düşünürəm, bu belədir, belə də olmalıdır. Çox gözəldir əslində. Bəli, bu olmalıdır. Bir də istəyərəm səninlə biraz keçmişə gedək. Neçənci ildən başlamışdın, dedin? 2006-da qrup fəaliyyəti, 2010-cu ildən artıq solo fəaliyyət. Bəs qrup yoldaşlarından, qrup yoldaşı deyirlər, yoxsa nə deyirlər? Qrupda işlədiyimizlər qrup yoldaşı deyir. Hətta qrup yoldaşı deyir. Bir qrupda oxuduğumuz uşaqlar. Bir qrupda oxuduğunuz uşaqlarla belə deyək. Münasibətin qalıb? Qalıb hamısı ilə münasibətim var. Mən onları görmürəm sanki. Niyə Elçin var, Cəfərov? Elçin Cəfərovla sən bir yerdə. Bəli, Rüstəm Zeynalov. Səndən sonra gəldi, yoxsa? Yox, biz eyni vaxtda gəlmişik. Eyni vaxtda gəlmisiniz. Eyni gündə gəlmişik. Eyni vaxtda, eyni qrupda Elçinlə. Bəli. Mən nəyəsə görə Elçin yadımda deyil. Hə, mən Sənan var idi. Yeni Ulduzda oxuyurdu Sənan. Sənan da yadımda deyil, ancaq sən yadımdasın deyəsən. Və Rüstəm Zeynalov. Bizim qrupumuzun rəhbəri. Sonra sənin şəkilləri mənə göstərərsən verilişdən sonra. Mütləq. Həqiqətən də yaddaşımda mənim problemlər var sanki. O zamanlar, yəni biz o vaxtı işlədiyimiz vaxtlar, restorana gəlib getdiyimiz o tərkiblə gəlib getmişik yəni. İndi istəyirəm səninlə toylardan danışaq, ay Yaşar. Danışaq. Yaşarla el məclislərində, belə deyək də, el məclisi dəfələrlə olmuşam. Yaşar burada başqa bir insandır. Biz çay içəndə hardasa hər hansı bir məkanda başqa bir insandır, televiziyada başqa bir insandır, işdə tam başqa. Mən Yaşardan oradan çəkindim biraz. Doğrudan deyirsən, hə? Çox ciddi, çox tələbkar. Yəni iş işdir, dostluq. Amma sənə tələbkar olmamışam.
Sənin Peki tərəfkar... ətrafda olmasa mən özümə onu götürmüşəm, hiss etmişəm. Mən sənə mümkün deyil tərəfkarında müəyyən şeylər deyə bilərəm ki, bu deyilməlidir, bu olmalıdır, bu yazılmalıdır. Bu normal bir şeylər, şeydir. bu gedişatdır. O mənim dəstəyim olar, sənin mən onun dəstəyin olar, fikir yadından çıxa bilər, nəysə bu başqa şeydir. Amma işimdə mən çox tərəfkaram. Çox tələbkarsın. Hamı ansamblə üzvlərinə Ansambl, qarşı. musiqiçilərə niyə bilirsiniz o anda vaxtı, zamandır. 6 saatdır, məsəl üçün 5 saatdır. Biz o saatda hər kəs gəlirik, hər bir evdən gəlir, hamı qəşəng geyinir, bəzənir, gəlir. Cəmaatı məclisini yola verməyə gəlirik. Biz orada bir dostluq başlasaq, yenə ha evdən eşidən oradan buradan 2 saatımız getdi. Cəmaatın toyunu 2 saatına girmiş olduq və mən həmişə deyirəm ki, mən öyrəşmişəm ki, mən oxuduğum məclisdə bitəndən sonra bəy gəlini yola salandan sonra onun valideynləri gəlsin, bir təşəkkür eləsin və yaxud da bir sağ ol desin. O gün də olmazsa səhəri gün bəy mənə yığar, çıxar çox sağ ol. Haqqı hal elə, sən bizim əziyyət çəkdin. Ki mən xoşlamıram ki, toydan sonra və yaxud da toy gedişində kimsə gəlsin mənə desin ki, vay, bu nə biabırçılıqdır. Bu mənim üçün çox ağır olar. Çox təfərrüatı ilə hər şeyə fikir verirdin. Çox diqqət eləyirdin. Ona görə cəmi başqa tərəfdən də gördüm orada. Amma bilmirəm son zamanlar toylar necədir? Toylar zəifdir. Yox səviyyəsindədir. Bunu hər kəs deyə bilər. Bilmirəm. Var, amma zəifdir. Demirəm yoxdur. Bunu bilmirəm bizim özümüzə də mənim özümə də az dəvətnamə gələr. Toyda, yolda bizim yaşlılarımız evlənirlər çox da. Yox, olsun da. İşlədiyimiz insanlar var. Ətrafımız var, amma o görürsən ki, toyda və necədir yollarda o 5-6 saat. Qonşuluqda həmişə səs gəlirdi. Musiqi, toy, maşın, kortejlər, nələr bunlar yoxdur. Çox azalıb, təəssüflər olsun. Yəni nə ilə bağlıdır? Bilmirəm, boşananlar rəsmi şəkildə qol çəkirlər. Boşananlar daha çoxdur, evlənənlər daha azdır. Bax bu bir faciədir, bu bir pis əslində. Amma fakt var da, faktlar var ki, bu belədir. Yəni bu qaçılmaz bir şeydir. Toylar azdır. Əvvəlkilərə nisbətən əvvəl misal üçün ayda 10 dənə, 12 dənə toy olardısa, hətta ən yaxşı vaxtlar olub biz oxumuş 17 dənə toy oxumuşum. Belə vaxtlar görmüşəm mən. Amma indi onlar əfsus ki azdır. Daha var, amma da əvvəlki toylar yoxdur. Ona görə şükür bu günümüzə. Yəni sanki belə bir təəssürat bağışlayır ki, kənardan hər şeydə bir tanış olmalıdır. Bir tapşırıq olmalıdır. Bir məkanın yiyəsi ilə, sahibi ilə dostluq əlaqələrin olmalıdır. Belə məqamlar olur. Onlar da şərtdir. Ümumiyyətlə hər yerdə toy yiyəsi gəlir. Misal üçün xüsusi aparıcılar var ki, yalnız onları dəvət edirlər. Hansısa müğənnilər var ki, onları dəvət edirlər. Belə ədalətsizlik görəndə Yaşar nə edir? Mən ümumiyyətlə onları həmişə görmüşəm. Söhbət bu toydan, bu sferadan keçmir. Həmişə olub. Yox, hansı administrator deyirsiniz ki, çağırdı, nə bilim, falan kəs təklif elədi. Bunlar var, olub, olacaq. Əvvəl də var idi. İndi də daha çoxdur var və görürsən ki, elə şeylər var. Yəni şey eləmirəm. Adam yalnız bir şey deyirəm. Halal olsun. Adam bacardı, o toyu oxudu, o götürdü, ona verdilər, onun dostu var idi, onu ötürdü və salam. Dostluqlar o verilişimizdə əvvəldə dediyimiz kimi süni şəkildə olduğuna görə indi hamıya əlbəttə ki, bunu şamil etmək olmaz. Bəzi müğənnilər var ki, hiss edir orada mənfəət olacaq. Həmin belə deyək ki, restoran sahibi ilə daha çox münasibət qurmaq istəyir, dostluq əlaqələrini artırır. Yəni bəzi məkanlar var ki, biz orada görürük, konkret müğənnilər var. Onlar gəlirlər səhnədə olardı. Yalnız onlardı. Yalnız və yalnız olardı. Baxın, o səhnələrdə çıxış etdiyimiz vaxtlar var. Mən orada oluram. Həmin o dediyiniz bir-iki bəlli böyük səhnələr var ki, Azərbaycanda, Bakı şəhərində böyük toyların olduğu yerlər var. Amma orada mən sırf klientin, bəy gəlinin istəyi ilə mən orada oluram. Onun dostlarıma da salam göndərirəm. Oradakı rəhbərliyi də dostlarımızdır. Amma onların heç biri ilə mən gəl oturaq, filan şey eləyək, oradan 5 manat, nə, ki, hansı biri mənə əgər o şərtlərlə dəvət eləsə, dost, onları qırmaram, yəni, qırmaram. Yaşar, 5 manata gelsən, gəl mənim 4 manat yarım, orada 5, faiz mənim olsun, mən onu qırmaram ki, incitmərəm, amma mənim özüm də, bax, bu günə kimi görün neçə ildir, Allah şahidim olsun ki, klientlə işləmişik, bəylə, gəlinlərlə, bunlar istəyiblərsə, hansısa məndə belə hallar çox az olub ki, düzdür, dostlarım olub, ilahəm, misal üçün, hansısa rəfiqəsinin toy olar, deyər ki, filan kəs var, Yaşar da var, həm münasibdir, həm filan şey yaxşıdır, ilahə mənə yığarsa ki, Yaşar,
Filan tarixdə gəl, sən oxu toyu. Belə şeylər də olur. Sənin və sənin kimi başqa dostlarımız. Amma mən normalda bəy ilə gəlinlərin özlərini işləyirəm. Məsələn, onların özləri yığırlar, zəng edirlər, görüşürük, danışırıq və görürəm adamlar çox istəyirlər. Vallahi o qədər olub ki, elə bir şeylərimiz olub ki, qiymətdə də düşəcək yerimiz var. Ora kimi də düşərik. Hətta mənim tariximdə belə bir şey olub. Heç imkanı olmayan bəy gəlinin toyuna getmişəm. Oxuyub özləri də xəbərləri olmayıb. Toyum olub, başqa toyda çıxa bilməmişəm. Adamlar da mənə o pulu verə bilmirlər. Verə bilməyiblər də, çox kasıb ailə olub. Toy ediblər, oğlan öz gücünü eləyir, aləm dəyib bir-birinə, cehiz yox, nə. Yaşar, istəyirik sənin toyumuzda görə, birinci qiymət alırsan, qiymət deyirsən, sonra görsən, yox, burada vəziyyət tamam başqadır. Heç olmasa gəlib 2 mahnı oxuyarsan. Mən də bir başqa toydaydım. Bilmirəm, o toya Aygün xanım deyirsən, gəldi. O gələn məqamda mən o toydan çıxdım. Bəxtimiz gətirdi ki, restoranlar yanbayan idi, yaxın idi. O restoranlar olan küçədə idi. Bildim. O başdan bu başa getdim adamların toyunda. Gözləmirdilər. Girdim, həmən oxudum, çaşdılar, qaldılar ki, sən burada nə işin var? Dedim, axı, imkanım olsa gələcəm. Bu şeyləri mən eləmişəm jestlər, 1 manat almamışam. Halal xoşlar olsun, elə bəylər, gəlinlər. Çünki biz necədir, hər şey pul deyil, hər şey elə məqamlar var ki, vallah, ora pulsuz gedərsən, onun qarşılığında mən onu düşündüm, demək istəyirdim. Qarşıma elə bir şeylər çıxarır ki, deyərsən ki, ya Rabbim, kaş ki, belə addımlar tez-tez olsun, tez-tez eləyəsən. Çünki heç vaxt heç kimin, onların da bir, necə deyim, alqışı var. Onların da bir qəlbdən gələn xoş sözlər. Alqışla bərabər qarqış da var axı. Bəzi müğənnilər qarqış almır, bəzi insanlar. Bəs onları niyə tutmur? Çünki bəzən görürük ki, bəs bu insan bu pislik etdi, bu problem yaşatdı kiməsə. Bunun həyatı niyə belə gözəldir? Yəni mən bundan demirəm. Ətrafdakı insanların sözüdür. Mən əlbəttə öz fikirlərimi söyləyirəm. İnanın ki, mənim səmimiyyətimə hardasa nə isə çıxır. İnan. Problem yaşayır. İnan. Biz rahat gedirik evimizə, gəlirik, rahat başımızı qoyuruq, yatırıq, dururuq, işimizdən ancaq gedirik. Sən, mən hardasan, nədirsə, sən əziyyət çəkərsən. O da filan şey uşaq məktəbinə ilə gəlir, misal üçün. Filan şey almalıyam, amma maddiyyatı çatmır da, misal. Orada biraz sınanarsan. Amma adamlar elə bir yerlərdə elə bir böyük pullarla sınanırlar ki, böyük başın böyük ağrısı olur. Böyük dərdlər olur. Ona görə hər şey, vallahi boş şeylər deyil. Mən həmişə deyirəm ki, rahat yaşamaq lazımdır. Nəfəs alanda düzgün bu həyatı yaşayırıq. Vicdanlı yaşamaq lazımdır ki, sabahlarım hardasa bir olur da, yəni narahatçılıq ola bilər, kimsə sənə zəng edə bilər, kimsə sən biləsən ki, bəli, alnın tərtəmizdir. Düzgünlük ən böyük, nə deyirlər ona? Biclikdir. Düz ol, mənim mamam həmişə deyir ona. Deyir, bala, düz ol deyir, həmişə deyir gedərsən. Yəni heç vaxt. Mən də qızım onu öyrədirəm. Ən böyük biclik düzlükdür. Düz ol, düz danış. Bu sənin uğurundur, bu sənin. Heç vaxt uduzmayacaqsan. Uduzmazsan. Çünki uduzarsan nə olar? Deyərsən, ay ana, ay ata, nə bilim filan şey. Düzəm, yaxşıyam, amma mən sıxıntı ilə yaşayıram da, hələ də yaşayıram. Amma Allah bir qapı açar. Mütləq açar. Açar. Yəni orada narahatçılıq. Deyirlər bir qapı bağlananda digər qapı açılır. İndi Yaşara əgər özdə bilirsən necə yaxşı açılır? Yaxşı açılır, taybatay açılır. Darvazalar açılır. Mən sənə onu deyim, sənə narahatçılıq heç keçirmə. Heç vaxt eşidən, sən mənim əzizimsən, doğmamsan, onu rahat deyirəm və bütün tamaşaçılara, bizi izləyənlərə deyirəm ki, adamın insan həyatında müəyyən şeylər baş verə bilər, qırılarsan, yolda qalarsan, su yağış yağar, başına bir çətirin olmaz. Amma vallahi billahi bir gözəl qapılar açılar ki, sənin üçün həmişə işlədiyim yerlərdə olub, işlədiyim insanlar olub. Əlaqəmi kəsmişəm, bitirmişəm, ayrılmışam. Yolum tamam bitib, düşünmüşəm, səhər yatmışam, yuxulanmışam, mən nə edəcəm? Elə bir yaxşı və şükür eləmişəm ki, yaxşı ki, o duran orada bitdi. O bitir və yeni təzə qapı açılır. Belə bir sual vermək lazımdır. Deyir, yaradana belə bir sual verirsən ki, necə? Misal üçün, mən necə sağala bilərəm? Mən necə uğur qazana bilərəm? O necənin cavabı bir müddətdən sonra mütləq gəlir. Nə edim yox, necə? Yəni, yollarının yaradan özü sənə göstərir. Mütləq. Bağlanan qapılar, bayaq sual verdim. Yaşar, bilmədim cavab vermək istəmədi, yoxsa ki, mən ürək sözlərini demək istədim. Hardasa bağlanan qapı olub ki, sonra onun əvəzində hansısa bir böyük qapı, darvaza açılıb və Yaşar indi düşünür, deyir, nə yaxşı ki, o qapı bağlandı, nə yaxşı o qapı məcburiyyət qarşısında bağladım. Və həmin problemi açıqlasa,
sevinərdim. Yox, hansısa bir yenə deyirəm, mənim həyatımın hansısa belə böyük bir inanın ki, mən keçmişimi yaşayan insan deyiləm. Keçmişimdə nələr... Keçmişi buraxırsan rahat. Buraxıram əlbəttə. Elə insanlar var ki, keçmişi buraxa bilmir. Yox, pis şeylərdən danışırıq. Keçmişdə olan yaxşı şeylərdən danışıram. Yaxşı, təbii ki, mən pisdən danışıram. Keçmişdə olan hansısa. Kin, kudurət. Mənim kinim yoxdur. Yoxdur. Mənim kinim yoxdur. Düzdür. Əslində mən bilirəm bu sualların cavabını. İstəyirəm izləyicilər bilsin. Qəlbimə dəyərsənsə, mən buğa bürcəyəm. Qəlbimə dəyilərsə, tez küsənəm, incəyərəm və yeməyi çox sevirəm. Yeməyi çox sevirəm. O da başıma bəla olur hər dəfə. Nə bilim, ağızdadım belə maraqlı bir şeylər və hər şeyin ən yaxşısını istəyirəm. Nəfsimin qurbanı olmaram. Mənim bu şeyim var. Vallahi bunu ilk dəfə deyirəm. Heç özüm bunu fikirləşməmişdim, amma öz xarakterimi deyirəm. Nəyəsə can atım, mənim filan. Yox, onu gözləyərəm, səbirli olaram. Allah mənə gec verər onu, amma o qədər yaxşı verər. O qədər yaxşı verər ki, ona görə yenə şükür edirəm. Çünki nəfs məsələsi şərtdir də, yəni insan həyatında hər bir qadın, kişi, uşaq, böyük fərq eləməz. Nəfs, bizim bir dənə problemimiz var ki, o nəfsdir. Hər kəs onun qurbanı olur. Hər kəs desən böyük səsləndi. Çox insanlar onun qurbanı olur. Düşünür ki, bugün burada hər şeyi əldə etməliyəm. Hansı yolla olursa olsun, mütləq maddi gücüm yetəri qədər olsun ki, bu dünyada rahat gözümü yuma bilim. Yəni bu nə dərəcədə düzgündür? Valla maddiyyat olsun, maddiyyat elə bir şeydir ki, hər kəs amma hər şey deyildi o. Hər şey maddiyyat maddiyatsız yaşamaq olmur. Maddiyatsız yaşamaq mümkünsüzdür. Maddiyyat deyirik, hərdən ac qalım, bu belə olmur. Maddiyyat lazımdır, işləmək lazımdır, çaba göstərmək lazımdır ki, nələrsə olsun. Amma indi onun normalı var və onun çoxu artığı, nə bilim, şey var. Əndazəsindən çıxma məsələsi var. Ona görə də çalışıb, bir də Allahın verdiyi insan özü də çalışmalıdır, insan özü də bilməlidir ki, bəli, mənim bu qədər mənim qazancım var, bu qədər mənim xərclədiyim yerlərim var. Tam əksinə edən insanlar var. 1 manat qazanır, 5 manat xərcləyir. Borcla, kreditlə. Yox, tamamilə. Yəni lüks həyatdan çıxa bilmir. Yox, olmaz. Valla nə edirəm mən lüks həyatı? Hər kəsin başına problem gələ bilər. Bugün sənin yaxşı həyatın ola bilər, hər hansı bir problem yaşaya bilərsən. O demək deyil ki, yorğanı ayağına uzatmaq məsələsi çox önəmlidir. O elə insanlar, mən kompleksli insanlar kimi baxıram. Sən niyə görə ki, kiminsə bu belədir, mən də belə yaşamalıyam. Belə bir dünya yoxdur, belə bir düşüncə yoxdur. Məhv olar insan. Nə qədər insan öz-özünü yeyər ki, mən bunu bacarmadım, filan kəs kimi yaşamaq istəyirəm, belədir və o da imkan vermir. Adam şeyə gedər, pis yola gedər. Nə mənədir, cinayətə kimi gedər insan. Elə olur da müəyyən şeylər. Yəni ona görə rahat yaşamaq, rahat işləmək, nə qədər qazanırsansa o qədər. Mən misal üçün bu qədər qazanıram, bu işləri görə bilirəm, bunu geyinə bilirəm. Olub ki, qazanclarım az olub. Marka dalıcan qaçmısan? Qaçmamışam, amma çalışmışam ki, əldə edim. Qaçmamışam, amma geyindiyim, gəzdiyim, nə bilim, necə deyim, sürdüyüm araba mı deyim, geyindiyim hansısa bir... Ya qazancına uyğun olub. Hə, yəni mən heç vaxt, amma varım olub. Necə? Onun pərəstişkarı olmamışam. Amma demişəm ki, bu mənim var, gedim filan yerdən filan köyünə geyinim. Filan, nə bilim, ayaqqabım olsun. Onu almışam. Onu sonra geyinmişəm. Sonra o hansısa rahat bir yerdən, hansısa nə bilim tikdirdiyim kostyumdan onu da geyinmişəm. Baxmışam, görmüşəm ki, yəni həmən eyni bir şeylərdir. Keyfin gəlib pula? Yox. Məndə bir şeylər var. Bilirəm ki, mən israf etmərəm. Amma şey də deyiləm, heç vaxt şeylər deyil, türklərdə bir söz var, cimri deyirlər, nə deyirlər? Xəsis. Mən o insan deyiləm. Məsələn, axırıncı pulumu xərcləyərəm. Fikirləşmərəm ki, filan şey oldu, dostlarım üçün, ailəm üçün, yaxınlarım üçün filan şeydə onu demək lazımdır, eləyirəm. Amma necə deyim, durum dalınca qaçım, onu xərcləyim, bu olmalıdır, bunu sürməliyəm, bu maşınım olmalıdır. Sağlamlığını itirir belə insanlar. Yox, o əlavə dərddir o. Əlavə dərddir. Yaşar, çox sağ ol gəldin. Sən sağ ol, Məhəmməd. Arada fasilə verdik, sənə biraz qeybət etdik. Bəli, mütləq. Çox sağ ol. Sən sağ ol, xeyirli olsun, uğurlu olsun. Sən elə bir dostumsan ki, elə bir insansan ki, gözlərindən maşallah işıq tökülür, nur gəlir. Həqiqətən təriflədin sən məni. Vallahi, o insan auran gözəldir. Ona görə nə zaman nə lazım olsa mən tərəfdən həmişə sevə-sevə, canla, başla, başqa proqramlara da həmişə gəlmişəm, sevə-sevə gəlirəm. Yenə də vaxt dəvət olsa
gələrəm. Var ol və düşünürəm ki, bu 40 dəqiqənin 1 saatı çox maraqlı oldu insanlar üçün də. Baxmayanlar da girib baxacaqlar bilirəm. Bəlkə bir dəfə baxan ikinci dəfə baxacaq. Odur ki, işlərində uğurlar arzu edirəm. Sağ ol. Uğurların bol olsun, daim olsun. Biz də dost kimi həmişə sənin yanındayıq. Çox sağ ol Yaşar. Həmişə sən də zirvələrdə ol, layiqli yeri tap. Amin inşallah. Layiqli Biraz çətin amma inşallah. Tap, o keçid var. Bəli. Çünki gəncsən, mən bildiyimə görə 40 yaşında yoxdur. 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 40-dan sonra daha da parlayacaqsan. İnşallah. Allah qismət etsin. Uğurlar arzu edirəm. Öpürəm, təşəkkür Görüşərik. edirəm. Var olun.